Bir daha biz bu barədə ətraflı məlumatı öyrənmək üçün Astara Sərhəd Gömrük Keçid Məntəqəsində olan əməkdaşımız Cavid İmaməliyevə bağlanacağıq və ən son məlumatları ondan işləyəcəyik. Salam Cavid, axşamın xeyir, buyur söz səndədir. Salam Simlarə, axşamınız xeyir. Bəli, ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan yerli və xarici vətəndaşların təxliyəsi prosesi davam eləyir. 28 fevral saat 08:00-dan indiyənədək 300-ə yaxın Azərbaycan və 1500-dən çox əcnəbi vətəndaş ölkəmizə təxliyə olunub. Ümumilikdə isə 66 ölkənin vətəndaşı İrandan təxliyə edilib. Bir məlumatla diqqətinizə çatdırmaq istəyirəm ki, bu günləri gecə saatlarında Azərbaycanın İrandakı diplomatları İrandan ölkəmizə təxliyə edilib. Xatırladaq ki, dünənləri Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki konsolluğunun təxliyə olunacağı ilə bağlı məlumat vermişdi. Bugün gecə saatlarında isə Azərbaycanın Tehrandakı səfirliyinin böyük bir qismi, Təbrizdəki konsolluğunun isə tamamı ölkəmizə təxliyə edilib. Eyni zamanda xatırladaq ki, martın 5-i İranın Naxçıvan Muxtar Respublikasına hücumlarından sonra Azərbaycan-İran sərhəddində yük maşınlarının keçidinə qadağan edilmişdi. Lakin dünən axşam saatlarından etibarən keçid qismən təmin edilib və Biləsuvar, Culfa və Astara dövlət sərhəddindən buraxılış məntəqələrində Azərbaycan və İrana məxsus yük avtomobillərinin keçidi təmin edilib. Biz də hazırda Astara dövlət sərhəddindən buraxılış məntəqəsindəyik. Bir daha diqqətinizə çatdırım ki, indiyənə qədər 300-ə yaxın Azərbaycan vətəndaşı və 1500-dən çox əcnəbi vətəndaş ölkəmizə təxliyə edilib. Eyni zamanda BMT-nin Təhlükəsizlik və Mühafizə Departamentinin əməkdaşları və müxtəlif ölkələrin diplomatik nümayəndələri də İrandan ölkəmizə təxliyə edilib. Təxliyə olunanlar üçün hər bir şərait yaradılıb. Onlar xüsusi avtobuslarla paytaxtda, oradan isə aidiyyəti üzrə ölkələrinə göndərilirlər. Mənim bu saata çatdıracaqlarım bu qədər. Simlarə, söz yenidən sizdədir. Çox sağ ol Cavid, minnətdarıq sənə ətraflı məlumat üçün. Qeyd edim ki, əməkdaşımız Cavid İmaməliyev Astara Sərhəd Gömrük Keçid Məntəqəsindən son məlumatları çatdırdı. Biz isə davam edirik.